Günaydın dostlar. Rauf Bey'i de buradan salamlayıram. Bugün deyəsən Cavad Bəysiz verilişi aparası olacağıq. Ona görə bütün ağırlıq həm mənim, həm də Rauf Bey'in üzərinə düşür. Keçən verilişimizdə biz Azərbaycanın qədim dövlətlərindən danışdıq. Biraz Aratdadan, biraz Lululardan söhbət elədik. Sonra Qutilər üzərində, Qut dövlətindən danışdıq. Bugün də Qut dövlətindən sonra Azərbaycanda, daha doğrusu Proto-Azərbaycanlıların qurduğu bir neçə dövlətdən danışacaq. Bunlar böyük dövlətlər olmasa da, bəyliklər də olsa, hər halda öz dövründə səs salmış, müəyyən tarixi rolu olan dövlətlər sayılır. Çünki qədim qaynaqlarda o dövlətlərin başında duranlara Akkad yazılarında çar deyilirdi. Yəni, hökmdarı olan bunlar dövlətlərdir. Qut dövlətindən biz danışanda dedik ki, Qut dövləti yaranandan bir təxminən 5-10 il sonra ərazilərini çox genişləndirdi. Hətta böyük bir imperiya çevrildi. Yəni, Akkadları, daha doğrusu Akkad dövlətini, Elam dövlətini öz sınırları içine aldı və Şumerlər də könüllü olaraq həmin imperiyanın tərkibinə daxil oldular. Şumerlərin Qut dövlətinin tərkibinə daxil olması müharibə ilə olmayıb. Çünki bəlgələr onun əksini göstərir. O tarixi qaynaqlara görə, özdə Akkad qaynaqlarına görə, Akkad dilində yazılan qaynaqlara görə Akkadlar Sumerləri çox incitdiyinə görə gedib oraları tutub cəmaata əziyyət verdiyinə görə, əhalini yağmaladığına görə, şəhərləri dağıtdığına görə Şumerlərə bir dayaq lazım idi. Qüdrətli dayaq və o mətndə, qədim mətndə belə yazılır ki, Marduk tanrının istəyi ilə Sumerləri, deməli, Sumerlər Qutları yardıma çağırdılar və onlarla bir yerdə oldular. Elə bu cümlənin özü o deməkdir ki, Sumerlər könüllü şəkildə Türk dövlətinin tərkibinə daxil olublar. Bu epizodu mən ona görə deyirəm ki, çünki sonraki Türk dövlətlərindən də danışanda görəcəyik ki, Türk dövləti o birisi millətlərin yaratdığı dövlətlərdən xeyli fərqlənir. Həm dövlət qurumuna görə fərqlənir, həm hakimiyyətin əhaliyə olan münasibətində böyük fərqlər var. Bu dövlət qurumlarından əvvəlki söhbətlərimizdə danışmışdıq da, onları təkrar eləmək istəmirəm. Sadəcə bunu xatırlatmaq istəyirəm ki, başqa dövlətlərin hökmdarları əhaliyə sürü kimi baxırdı. Yəni, özlərini o sürünün çobanı adlandırırdılar. Amma Türk dövlətində belə şey yox idi. Türk dövlətində dövlətin başında duran azad insanların rəhbəri idi. Özü də seçimlə gəlirdi. Da o birisilər kimi atadan oğula, nə bilim, oğuldan qardaşa keçmirdi. Bu mənada Türk dövlətinin həm fəlsəfəsi fərqli idi, həm də Türk dövlətçilik gələnəyinin mayasında birinci yerdə insan dururdu. İnsana hörmət, insan hüquqlarına böyük hörmət. İndi mənə etiraz eləyə bilərsiniz ki, bu sonradan olan Türk dövlətlərində bu gələnəllərin çoxunu görmürük. Yəni də ki,
Sonradan Türklerde şahlıq sistemi de oldu, ne bileyim sultanlıq sistemi oldu. Orada da atadan oğula keçirdi. Orada da xalqı incidən hökümdarlar vardı. Sizlə razılaşıram. Ama bu çok sonradır. Ve bunun da səbəbləri var. Yani Türk törəsi get-gedə pozulduğu üçün gəlib o duruma çatdı. Hətta bugün də deyək ki, İran adlanan məmləkətdə ən başda oturanlar Türkdür, amma Türk millətinə zulüm eləyir. Bu faktların o qədim Türk dövlətçilik sisteminə aidiyyəti yoxdur. Niyə? Çünki bunlar pozula gəliblər. İndi biz o İslamdan sonraki çağlara keçəndə mən bunların səbəblərini çalışacağım, bir açım. Və Qut dövlətindən ki, keçən dəfə danışdıq, düzdür, geniş danışmaq imkanı olmadı. Amma onu dedim və bir daha vurğulamaq istəyirəm ki, Qut dövləti miladdan öncə 2200-cü ildə qurulub, 1109-cu ildə dağılıbdır. Təxminən 91 il, aşağı yuxarı 100 il, bir əsr. Və o bir əsrdə bunun 21 elbəyi olubdur. Yəni hökümdar olubdur bu dövlətin. Və bu 21 hökumətin başına gələnlər, dövlət başçıları seçki ilə gəliblər ki, onu keçən dəfə o rəqəmlərlə izah elədim. Onların adlarının üzərində də geniş dayanmadım, çünki Allah qoysa bu kitablar çap olunanda o elbəylərin adlarının, onların mənası, etimologiyası üzərində çox dayanmağa ehtiyac yoxdur. Çünki bunlar çap olunandan sonra soydaşlarımız oxuyacaqlar. Rauf bəy, imkan var elə o xəritəni saxla ekranda. Yəni o elbəylərin adları Yarlaq, Yarlaqan, Sarlaq, Sarlaqan, Yarlaqaş, İngesüz. İngesüz görün nə gözəl qədim addır. Yəni yenmək, məğlub olmaq sözüdür. İngə. Yəni ingəsiz, yəni məğlub olunmaz. Görün nə gözəl qədim bir addır. Yəni hökümdarın, çox güman ki, bunlar onların şəxsi adları deyil. Bunlar hökümdar seçiləndən sonra, elbəy seçiləndən sonra bunlara verilən titullardır. Və yaxud el olmuş. Məsələn, o el olmuşun vaxtında bu Qut dövləti böyüdü, imperiya çevrildi. Və qədim Türk dövlətçilik gələnəyində də bu cür hökümdarlara özəl rütbələr, özəl titullar, adlar verilirdi. Bu cür dövləti böyüdən, dövlət quranlara, məsəl üçün, eltəris deyirdilər. Sonraki Orxon abidələrində bunun örnəkləri var. Eltəris xaqan, yəni eli dərib toplayan və yaxud el olmuş, yəni dövləti qurmuş. Elə bu Qut elbəylərindən də birinin adı el olmuşdu. Məhz həmin el olmuşun vaxtında bu dövlət böyüdü, imperiya çevrildi ki, Akkad, Sümer, Elam da bunun tərkibində idi. Elbəylərdən birinin adı Kurumdur. Kurum. Düzdür, o Kurum 2 illiyə seçilmişdi, amma o 1 il hakimiyyətdə oldu. Çox qala bilmədi. Bu el olmuş ki deyirdim, indi ekranla da görürsünüz, o 2178-ci ildə deməli seçilibdi. 2100 o rəqəmi görənmirəm. Yəqin ekrandan daha yaxşı görmək olar. Deməli, el olmuşun çağından sonraki o imperiya ki yaranıbdı, böyük dairə. El olmuş da 2178-ci ildə elbəyə seçilib. Daha onun o əraziləri ki genişlədibdi, o ərazilər
bu dövlət dağılana qədər, yəni 2109-cu ilə qədər davam edibdi. O kurum ki deyirəm, məsəl üçün kurum adında çox-çox sonralar bir neçə Türk elbəyi olubdu. Türk xanı olubdu. Biri məsəl üçün Bulqar dövlətində olubdu, Kurum xan. Geçən dəfə də dedim, hətta Sofya şəhərini böyük qəhrəmanlıqla alan bir elbəydi. Sonra Qızıl Ordada Kurum xan olubdu. Yəni bu adlar, Qut elində olan bu adlar sonradan da Türklərin içərisində yaşayıbdı. Ən axırıncısı isə Tirikan olubdu. Tirikan da çox güman ki diri sözüyle yox, Türk sözüyle de Türkan. Bu qədim tarix üzrə tanınmış uzman Diakonov yazır ki, bu Tirikanın adına bir neçə qala var idi. Hətta bunun adı İskəndər, Böyük İskəndər qədər o qədər məşhur olub ki, bunun adına bir neçə qala da olubdu. Quteli dağılandan sonra da. Amma mən güman edirəm ki, o böyük alim burada yanılıbdı, yanlış fikirləşir. Niyə? Çünki Tirikan elə bir şərəfli elbəy olmayıb. Cəmi 40 gün hakimiyyətdə qalıb. Və onu deviriblər. Yəni, Sumerlər içindən çıxan bir Sumerli üsyan qaldırıbdı. Buradakı Qut canişinliyini, nə bilim, Qutların məmurlarını buradan qovubdu. Və o məğlubiyyətlə də Quteli öz içindən də görünür müəyyən səbəblər olub, artıq Quteli dağılıb. Yəni, Tirikan elə bir məşhur elbəyi olmayıb ki, və yaxud elə böyük bir sərkərdə olmayıb ki, onun adına elə qalalar qursun. Cəmi 40 gün hakimiyyətdə olub. Deməli, o qalalar bunun adına ola bilməz. O çox güman ki, Turuk qalalardır. Yəni, Türk qalasıdır. Bu Tirikan adına yox, Türk boyun adına olan qalalardır ki, indi biz birazdan həmin o Türk boylarından, yəni Quteli dağılandan sonraki o Qutun ərazisində yaşayan boylar bir-bir çıxdı ortalığa, qabaq çıxa bilmirdi. Niyə? Çünki hamısı Qut elinin içində gedirdi. Ondan qabaq deyək ki, Subar adı altında gedirdilər. Amma indi əgər dövlət Qut dövlətidirsə, Qut boyları hakimiyyətdədirsə, deməli, o birisilərin adını çəkməyə ehtiyac olmayıbdır. Amma bu dövlət dağılandan sonra artıq müxtəlif yerlərdə dərəbəyliklər yarandı, hər boy öz bəyliyini qurdu. Bir müddət dərəbəyliklər oldu. Həmin o dərəbəyliklər çağında biz görürük ki, Türk adında boy ortalığa çıxdı. Və bu boylar Urmiya gölündən aşağıda bir bəylik qurdular. İndi bu Qut dövləti dağılandan sonra Rauf bəy bu xəritədən sonraki xəritəni gətir, o 3 dənə ki qırmızı nöqtə var o. Bax, bunun yerində fikir verin, 3 dənə müxtəlif sonradan bəyliklər yaranıb. Ki, ardıcıllıqla mən onlardan söhbət eləyəcəm. Birincisi, deməli, Turuk bəyliyi idi. İkincisi Kuman bəyliyi idi. Üçüncüsü Subar bəyliyi idi. Subar bəyliyi biraz kənardadır, amma o da Türk bəyliyi idi. Çünki Subarlardan keçən dəfə danışdım. O Subarları ki, kuzeydən, güneydən gələn Akkatlar, Asurlar, kuzeydən gələn Hurrilər sıxıb onları yerindən eləmişdi və ortada kiçik bir ərazidə qalanlar var idi. O doğuya gedənlər Azərbaycana çəkildi, sonra Kuzey Qafqaza, oradan Sibirəcən gedib çıxdılar. Batıya çəkilənlər də assimiliyasiya olundu, getdi. Amma bu ortada qalanlar artıq bəylik qurdular.
ki, bugün söhbətimizin sonunda həmin o Subar bəyliyindən söhbət eləyəcəm. İndi Turuq bəyliyindən misallar gətirmək istəyirəm. Bu Turuq bəyliyi yarananda təxminən Quteli dağılandan bir neçə əsr sonra yaranıb. Bayaq dediyim kimi o ki bəyliklər yarandı və bu Qut eli bəyliklərə bölünəndə axı düşmən oturmamışdı. Düzdür, Akkadlar Qut eli çağında biz çıngırını çıxarda bilmirdilər. Onlar məğlub olmuşdular, zəifləmişdilər. Amma Akkaddan yuxarıda Asur şəhəri var idi. İndiki Mosuldan da aşağıdadır. Dəclə çayının qıyısında. Həmin ərazilərdə Asur şəhərinin ərazisində olan Asurlar ki, onlar da Sami xalqlarıdır. Əslində Asur dili də elə Akkad dilidir, amma Akkad dilinin quzey variantıdır. Ona görə Asur dilinə qaynaqlarda elə Asur yazılarına da Akkad dili deyirlər. Amma tarixi baxımdan da Akkadlar bir növ tarixin deməli səhnəsindən sanki çəkilirlər, yerlərində həmin Asurlar qalır. Deməli, Asurlar təxminən 4000 il bundan qabaq ki, başlayırlar dirçəlməyə Qut eli dağılandan sonra. Asurlar təxminən 1500 il tarix səhnəsindən düşmür. Da 612-ci ildə miladdan öncə Mad elbəyinin tərəfindən, Mad dövləti tərəfindən məğlub olana qədər, dağıdılana qədər 1500 il Asur dövləti bütün bu regionda, Ön Asiyada, özəlliklə İkiçay arasında çox qüdrətli, zaman əlbəttə, çox qüdrətli olublar və ətrafdakilərə də zülm veriblər. Amma bir müddət deyək ki, Kassilər gəldi bu İkiçay arasında hökumət qurdular. 12-ci əsrdə Kassir hökuməti taxtdan düşəndən sonra, yəni Kassir sülaləsi hakimiyyətdən gedəndən sonra artıq Asurlar təzdən başladılar güc toplamağa. Və həmin çağlarda quzeydə də Hurri Mitan dövləti artıq süquta uğramışdı. O yaranan boşluqdan, həm güneydən, həm quzeydən yaranan boşluğu Asurlar doldurdu. Bu təxminən 3000 il bundan qabağı söhbətidir. Amma bunlar 4000 il bundan qabaq artıq gündəmdə idilər. Yəni Turuq elbəyə dağılan dövləti, Qut dövləti dağılandan sonra həmin Qut dövlətinin batı yaxalarında, daha doğrusu Dəclə çayı qıyılarında Subarlar, belə Asurlar başladı güclənməyə. İndi Asur da güclənəndə o da Akkad kimi istəyirdi çoxlu torpaqlar tutsun. Və onu da ən çox cəlb edən Azərbaycan idi. Yəni Urmu gölünə tərəf bunlar dəfələrlə hücum edirdilər. Və məqsədləri də Azərbaycana girmək idi. Nə? Çünki Azərbaycan zəngin ölkə idi. 19-cu əsrdə miladdan öncə dəfələrlə hücum eləyiblər Azərbaycana, amma girə bilməyiblər. Niyə? Çünki o Qut eli dağılsa da, onun yerindəki o bəyliklər yaranmışdı. Bunları toparlayıb, Turuqlar, yəni Türklər bir bəylik qurdular Urmiya gölünün altında. Kiçik bəylik idi. Amma Asur kimi, deməli, əzazil bir xalqa və dövlətə, hökumətə tab gətirə bilirdilər, qarşısını alırdılar. 250 il onlar imkan vermədilər ki, Asurlar girsin Azərbaycana. Təsəvvür edirsiniz? Yəni o Zagros dağlarını bunlar aşa bilmədilər bu tərəfə. Uzaqbaşı gəlirdilər, o indiki Kürdistan deyilən ərazilərə gəlirdilər. O vaxt
Kürt zat yox idi, yəni Kürdistan zat yox idi. Oralar hamısı Azərbaycan idi. Amma çox da Dəclədən, deyək ki, doğuya tərəf, Azərbaycana tərəf çox girə bilmirdilər. Hərdən girirdilər, bəzi yaxın kəndləri, şəhərləri yağmalayıb qayıdırdılar. Və Turuklar bu Asurlara qarşı dirəniş göstərə-göstərə formalaşdılar. Qut elinin əvvəlki təcrübəsindən də istifadə edib artıq Asurların qarşısını ala bilirdilər. Amma bütün bunlara baxmayaraq balaca bir bəylik idi. Yəni böyük dövlət, Türk boyu, Turuk boyu orada böyük bir dövlət qura bilmədi. Amma hər halda 200-250 il bu dirənişini göstərə bildi, Asurları buraxmadı. Və Turuklardan da bir neçə il sonra, bir neçə əsr sonra artıq Asurlar yavaş-yavaş Azərbaycana ayaq açdılar ki, biz o Man dövlətindən, yəni Manna dövlətindən, Midiya dövlətindən danışanda görəcək ki, artıq Asurlar gəlib Azərbaycanın cənub vilayətlərinin çoxunu alıb öz canişinliyinə çeviribdir. Amma yenə deyirəm, ilk dönəmlərdə bu Turuklar Asurlara imkan vermədilər. Yanılmıramsa, Urmu şəhərinin yanında bir Turuk yaxud Turk adlı ya kənd olmalıdır. Nəsə bir toponim mənə hardasa rast gəlmişdi. Yəni Urmu gölünün batı tərəfində. İndi biz həmin o Turuk elinin cənubunda, güneyində olan, yəni Qut eli dövründən qalan oradakı Türkmenlər var. Yəni onlar özlərinə Türkmen yox, Türkman deyirlər. Türkman. Hərdən adamın ağlına gəlir ki, bəlkə elə həmin o Turukların törəmələridir, o Turuklardan qalanlardır ki, o adı orada saxlayıblar. Düzdür, sonradan bura Türkmen boylarından gələn olubdur. Hətta deyirlər, Kuzey Azərbaycandan da bura bəzi tayfalar köçüb. Amma köçsünlər də, amma Kərkük, Mosul, Ərbil ən qədim çağrılarda Proto-Azərbaycanların, yəni Türklərin ata yurdudur və onların əksəriyyəti elə orada yerli xalqdır. Kənardan gələnlər də ola bilsin, deyək ki, Oğuz Səlcuq dönəmində müəyyən tayfalar da gəlib orada oturubdur. Bunu deməkdə məqsədim odur ki, Türk sözü artıq dövlət adında ilk dəfə burada ortalığa çıxıb. Mən bu danışdığım dövlətlər ki var, bu dövlətləri o birisi kitablarda tapıb oxuya bilmərsiniz. Əvvəla adlarını səhv yazırlar, Turukqi yazırlar. İkincisi, bu dövlətin tarixindən elə bir məlumat vermirlər. Və yaxud Kuman bəyliyindən ümumiyyətlə heç bir ədəbiyyatda, tarix ədəbiyyatında söhbət getmir. O Subar bəyliyindən də mənə rast gəlməyib. Yəni, mənim 20 il qabaq yazdığım bir məqaladır, vəssalam. Heç bir türkoloji tarix ədəbiyyatında bunlara rast gəlməyəsiniz. Ona görə, əgər suallarınız olsa, bu dövlətlər haqqında məmnuniyyətlə cavab verərəm. Bu Türk sözü adətən elmi ədəbiyyatda deyirlər ki, ilk dəfə Göytürklər ortalığa çıxanda Türk sözü də orada ortalığa çıxıb. Çünki Orxon Yenisey yazılarında orada Türklərdən söhbət gedir və onlar özlərində Göytürk adlandırırlar. Və Türkün tarixi oradan başlayır. Yəni 1500 il bundan qabaq. Amma mənim danışdığım bu Türk tarixi 4000 il bundan qabaqdır. Yəni Orxon Yeniseydən də bir iki oradan 2500 il qədimdir. Yəni Orxon Yeniseydən 2500 il qədimdir. Və Türk sözü
Hələ burada dövlət adına çevrilməmişdən qabaq da türk sözü var idi. Hətta 23-cü əsrdə, 24-cü əsrdə o subarlar sözünü ki görürsünüz. Oradan 17 tayfa birləşib Akkad hökümdarı Naram Soyuna hücum eləmişdilər. O 17 tayfadan birinin adı Türkü idi. Elə də yazılır. Türki. Və onun başçısı da Elçi Nail idi. Çı səsi olmadığı üçün yazıda şı yazıblar. Elçi Nail. Elçi də keçən verilişlərimizdə mən dedim, qədim türk dilində hökümdar deməkdir. Elçidir, elçi bəydir, eltəbərdir, yəni el sözü ilə başlayanlar, elbəydir. Bunlar hamısı qədim türk titulaturasında dövlət başçısı demək, hökumət başçısı demək. Yəni hələ 24-cü əsrdə bu ərazidə türk sözü var. Tayfanın adı var. Yəni Naram Soyuna qarşı vuruşan, hətta Naram Soyundan qabaq, yanılmıramsa, Sargon, onun ulu babasına qarşı vuruşan. Naram Soyun biraz sonra olubdu. Naram Soyunu bu Qut elbəyləri öldürdü. Naram Soyun da elə belə adam dövdü. O Akkadı böyük bir imperiya çevirən dövlət başçılarından. Amma onun ulu babası, birinci Sargon, o da heç də o Akkad dövlətini Anadolu'nun ortalarına qədər, indiki Fələstinə qədər uzatmışdı əraziləri. Məhz həmin o qüdrətli Sargon dönəmində o yuxarıdakı qırmızı subar var. Oradan 17 tayfa birləşib buna hücum eləmişlər. Onlardan da biri Türk, adı Türk idi, tayfanın adı. Yəni boyun adı Türk idi. Və həmin boyun başçısı da Elçi adlanırdı, Elçi Nail. İndi fikir verin. Hələ o Elçi Nail'i, o Türkü yazılarını ki bu Turuk'tan da bir 5 əsr qabaqdır. Onu hələ qoyuram qırağa, çünki onun haqqında cəmi bircə abzas məlumat var. Yəni o savaş haqqında geniş məlumat yoxdur. Elə yazılıb ki 17 tayfa birləşdi. Naram belə Sargon'a hücum elədilər. Amma Sargon onları məğlub elədi. Vəssalam. Ona görə o 17 boylar harda yerləşirdi konkret, hansının qonşusuydu, hansı kuzeydəydi, hansı batıdaydı, onları bilmirik. Sadəcə bilirik ki, hamısı kuzeydən birləşib hücum eləmişdilər. O Türk boyu haqqında ayrı məlumatımız yoxdur. Bir də indi Subardan danışanda, Subar bəyliyindən həmin ərazidə bir Turxu şəhəri var, onun adını çəkəcək. Deməli, bu böyük dairədəki Quteli yerindəki o Turuk bəyliyi yaranıbdır. Bir daha təkrar edirəm. Biz öz tariximizi bilməliyik. İndi yazılanı da var, yazılmayanı da var. Amma mən axı hər dəfə bu mövzunu gündəmə gətirə bilmərəm. Və soydaşlarımdan da istəyim odur ki, bunu sırğı eləsinlər. Ki, Türk sözü dövlət adında ilk dəfə Azərbaycanda çıxıb ortalığa. Ona görə də bu adı daşımağa bizim həm tarixi haqqımız var, həm hüquqi haqqımız var, həm də bir ədalət də var da, qardaş. Dövlətimiz olub da burada 4000 il bundan qabaq. İnanmırsan buyur, bu da mənbələr. İndi o mənbələrdən biraz söhbət eləyəcəm. Bu xəritəni də dəyiş, Rauf bəy. Yəni, bu xəritəni biz ekrana ona görə qoyduq ki, soydaşlarımız görsün ki, Quteli dağılsa da onun yerində ondan sonra bu cür bizim Türk dövlətlərimiz olubdur. Ki, onlardan bugün əsas söhbətimiz bu üçündən gedəcək. Həmin o bəyəkki xəritənin bu müasir xəritədir, yəni müasir yer-yurt adlarıdır
Yine Urmi Gölü'nün altında o birinci daire, yani o Turuk Beyliği oradaydı. Bu ikinci ortadaki Kuman Beyliği'nin arası oraydı. O sonradan danışacağım Subar Beyliği de o Van Gölü'nün deməli batı tərəfindədir. Bu müasir xəritədə bu dövlətlərin yerini müəyyənləşdirmək istəyirsə, bu təxminən belə əraziləri buralara düşür. İndi bu xəritəndə də Şah bəy, deməli Turuk bəyliyi ona görə gücləndi ki, onun güclənməyə ehtiyacı var idi. Çünki Asurlar hücum edib bunların torpaqlarını tuturdular. Və bunların üzərindən Azərbaycana girib Azərbaycanı yağmalamaq istəyirdilər. İndi deyə bilərsiniz ki, axı bu hocam, sən hardan bilirsən ki, bunlar 2 əsr Asurlarına vurur? Mənbəyi buradan deyirəm. Deməli, keçən əsrin 30-cu illərində Mari şəhərində Fərad çayının üzərindədir. Asur şəhər olubdu və bir müddət şahlar elə orada da oturubdu. Yəni bu Turuklarla vuruşan şahlar orada oturubdu. Həmin o Mari şəhərinin arxivlərindən çıxan sənədlərdir. O sənədlərdən söhbət edəcəm. Yəni bizim bugünkü söhbətimiz solda yuxarıdakı o Qutelidir. Həmin xəritənin deyək ki, sağdakı Turuk bəyliyidir. İndi Turuk bəyliyindən söhbət gedir. Solda aşağıda Kuman bəyliyidir. Yəni Urmi Gölü ilə Van Gölü'nün arasındadır. Mosuldan yuxarıda. Bir tərəfi Hakkari'dir. Hakkari'dən aşağı yerləşir. Və bir də bu narıncı rəngdə olan xəritə Subar bəyliyidir ki, ondan da söhbətimizin sonunda bugünkü söhbətimi o ilə yekunlaşdıracağım. Bu xəritələrdən yığışdır Rahbər. Bundan sonraki zəhmət olmasa gəlsin ekrana. Deməli, Turuk bəyliyi haqqında istənilən qədər qaynaq var. Sadəcə mütəxəssisimiz yoxdur. Və bəla buradadır. 60 ildə akademiyamız var, amma o qaynaqları oxuyan bir dənə uzman yetişdirməyib. Və bugün də yetişdirmirlər. Qardaş, Azərbaycanda yetişdirə bilmirsən, göndər Peterburqa, göndər Türkiyə. Türkiyədə var o yazıları oxuyan uzmanlar var. Göndər Almanya, göndər nə bilim Amerika. Yəni bu 60 ildə göndərə bilmirdilər. Heç olmasa son 20 ildəki müstəqil dövlətik indi bunu eləsinlər. Ən acınacaqlı bilirsiniz nədir? Mənim bir tələbəm var idi. Daha doğrusu tələbəm deyil. Tələbə idi, amma tələbələr mənim yanıma çox gəlirlər. Çünki universitetdə ala bilmədikləri biliyi istəyirlər ki, mənim söhbətlərimdən alsınlar. O, universitetdə oxuyan gənclərdən biri idi. Gəldi, mən gördüm həddindən artıq bu savadlı uşaqdır. Ona bu Sumer mövzusunu verdim ki, get sən Sumer dili ilə məşğul ol. Çünki bizə mütəxəssis lazımdır. Sumer qaynaqlarını orijinaldan oxumağa. Və ona yollarını göstərdim, kitablarını. İnandırıram sizi, o qədər savadlı uşaq idi ki, deməli, 1-2 aydan sonra gəldi, artıq Sumer dilində oxuduğu mətni gətirdi mənə. Yəni, əvvəlcə oxunmamış bir mətn. Yəni, qısa müddətdə bu əlifbanı, bu yazını öyrənib oxumaq hər adam işi deyil. Bəzən 5 illə onu güclə öyrənirlər. Sumer dili çox çətindir. Sumer əlifbası çox çətindir. Amma o cür bizim savadlı uşaqlarımız var. İndi onun axırı nə oldu? Universitetdən qovdular. İndi çıxıb gedib, İsveçrədə, harada, orada yaşayır. Yoxdur, mütəxəssisimiz yoxdur. Ən böyük bəlamız budur bizim. Materiallar var. Bayaq dediyim kimi, Fərad çayında, çay qıyısında yerləşən
Mari şəhəri ki, orada indi danışacağım Asurların əsas şəhərlərindən biri idi. O Mari şəhəri bu xəritədə yoxdur. Bu xəritəndə bu xəritədə deməli o Bağdad ki yazılıbdır. Bağdaddan biraz yuxarı təxminən oralarda düşür, amma dərcilərin yox. Təxminən deməli A hərfi ki var, onun düşündə, amma biraz zatda. Yəni Fərad çayı tərəfdə, dərcilər yox, Fərad çayı tərəfdə. O Mari şəhərində 30-cu illərdəki Fransız arxeologları orada qazıntı aparırdılar. Bir kitabxana tapdılar. Yəni gil yazılar toplanan bir kitabxana. Asur şahlarının deməli yazıları idi. Və mən dediyim o Turuk Asur savaşlarından bəhs edən yazılar oradadır. Özdə 1 deyil, 5 deyil, 10 deyil. 200 il davam edən müharibələr haqqında orada bəlgələr var. Hansı bəlgələrdir? Deyək ki, Asur hökümdarının öz oğlanlarına və yaxud qoşun başçılarına göndərdiyi məktub. Və yaxud oğlanlarının, yəni hər oğlu da bir şəhərdə canişin idi. Oğlanlarının buna məktubu, qardaşların bir-birinə məktubu və yaxud harda müharibə getdi, müharibə döyüş nə ilə qutardı, Turuklarla harda savaşdılar və Turuklara qarşı necə dura bilərlər və bəzi dönəmlərdə Turukları necə məğlub edə bilərlər. Bu haqda bunların xeyli mənbə var. Hətta o gil yazıların bir hissəsini Fransada Louvre muzeyində 50-ci illərdən başladılar dərc eləməyə. Yəni o mətnləri oxuyub dərc elədilər. Ən azı bir 20 o dərc olunmuşların hələ içində 20 dənə tabletdə bu Turuk bəyliyindən söhbət gedir. Və deyirdilər ki, bizim tariximiz haqqında qaynaq yoxdur. Kim getdi bunları oxudu? Ki, desin yoxdur. Oxuyanımız yoxdur axı. Uzmanımız yoxdur. Bəs bu qırıq-qırıq bəlgələri hardan yığırıq? Başqalarının, deyək ki, bir Fransızın, nə bilim, Almanın oxuduğu tabletlərdən. İndi özdə onlar çox axı bizim tarixlə bağlı olan məsələləri çox elə də oxumurlar, heç həvəsləri də yoxdur. Təsadüfən oxunmuş mətnlərin, oxunmuşun da təsadüfən çap olunmuşu olanda gəlir çıxır bizə. İndi o tabletlərdə, bu tabletlər haqqında 50-ci illərdən məlumat var idi. Və Rusiyada, Avropada bu deməli Turuk bəyliyindən söhbət getmirdi tarix kitablarında. Sadəcə Turukki yazırdılar ki, burada qutulardan sonra orada Turukkilər yaşayır. Amma nə millətdir bu Turukkilər demirdilər. Niyə? Çünki ağıllarına gəlmirdi ki, bu Türk ola bilər, Türk ola bilər. Bəlkə də gəlirdi. Demək istəmirdilər. Və bu Turuk bəyliyinin deməli əhatəsi də gene Türklərdir, gene Lululardır, Qutlardır. Biraz yuxarıda dediyim kimi Kumanlardır, Kumanların yanında Subarlardır. Bu arxa tərəfdə, quzey tərəfdə təbii ki Türklərdir, yəni Azərbaycandakı Türklər. Bu Turuk bəyliyi haqqında Asur qaynaqlarındakı məlumatlar çox maraqlıdır. Hətta Asur hökümdarı
öz oğlanlarına məktub yazanda deyir ki, bu dəfə gəlin Turuklar kimi hazırlaşaq müharibəyə. Yəni, Turuk taktikasından istifadə eləyək ki, onları məğlub eləyə bilək. Nəymiş bu taktika? Turuklar bunlara gecə səhərə yaxın hücum eləyirmişlər. Bunlar yuxudaykən. Özdə atlarla qəfil hücum eləyiblər ki, bunlar hələ yuxulu-yuxulu başlarının üstünə alıb məğlub eləyirdilər bunları. Yəni, Asurlar Turuklara hücum elədiyi kimi, Turuklar da az aşın düzü döyüdülər. Az olmağına baxmayaraq, atlı dəstələri var idi. Yaxşı oxçuları var idi. Və bir taktikası var idi ki, düşməni yatdığı yerdə gedib, deməli, onu tutmalısan, onu əsir almalısan və yaxud öldürməlisən. Aman verməməlisən ki, o yuxudan oyansın. Asur hökümdarı oğluna məktubda bunu yazırdı ki, bu dəfə gəlin biz Turuklar kimi eləyək. Yəni, onlar hələ yuxudaykən gedək başlarının üstünü alaq. Başqa bir yazıdan məlum olur ki, Turuklar kimi yay oxdan istifadə eləmək lazımdır. Bunun da izahı çox maraqlıdır. Yəni, Turuk yayları, oxları ona görə güclü olurdu ki, səmərəli olurdu ki, Turuklar deyək ki, dumanlı havada, yağışlı havada heç vaxt hücuma keçmirdilər. Səbəbi də oydu ki, hava dumanlı, çiskin çən olanda və yaxud yağış yağanda yayın girişi boşalırdı, o oxu uzağa ata bilmirdi, yaxud oxun zərbə gücü zəif olurdu. Yay boşalırdı. Yəni, o Türk taktikasında o hücum eləməyin həm zamanı, yəni düşmən yuxudaykən, həm də havanın münasib olması nəzərdə tutulurdu. Və təbii ki, bu Turuk döyüşçülərinin, atlı döyüşçülərinin zaman-zaman taktikası formalaşdı ki, mən keçən verilişlərimizdə Türk ordusundan danışanda o Türk savaş taktikalarından birinin adını çəkdim, Qurd oyunu. Ki, sonraki qaynaqlarda, sonraki dövlətlərdən danışanda bunların konkret faktlarla bunların üzərində dayanmaq olar. Hətta bizim Koroğlu dastanında da var o Qurd oyunu. O çox məşhur bir taktikadır ki, özdə onu hər xalq icra eləyə bilmir. Onu ancaq at üstlərində, körpəlikdən at üzərində böyüyən döyüşçülər eləyə bilər ki, atın üzərində o fırlanır, geriyə, sağa, sola, irəli, ən əsasda geriyə dəqiq ox ata bilir. Və o Qurd oyunda belədir ki, deyək ki, böyük bir qoşuna bir 5-10 nəfər hücum eləyir. O düşmən qoşununda bir pərən-pərənlik düşür və bu hücum eləyənlər dərhal fırlanıb geri qayıdırlar. Atlarını geri çapırlar. Bu düşmən tərəfdə baxır ki, bunlar bir ovuc idi, gəldilər. İndi qorxularından qaçırlar, düşürlər bunların dalına. Həmin o özünü qaçar kimi göstərən Türklər, yəni Qurd oyunudur bu. Bu dalına düşən düşmən atlarını arxasıca gətirir. Deməli, elə bir yerə gətirib çıxardır ki, orada artıq sağ tərəfdə, sağ cinahda, sol cinahda puskuda oxçular dayanıbdır. Gətirib bunların arasına salanda başlayır özü də bir fırlanıb atın üstündən oxla onları düşmənləri vurmağa. Həm özləri vururlar, həm də sağdan soldan. Və düşmən o cür təliyə düşür. Buna Qurd oyunu deyirlər ki, Dədə Qorqud eposunda da var. Və biz sonraki o Saqa dövlətindən, Alban dövlətindən danışanda çox maraqlı epizodlar var. Mən çalışacağım, əgər yadımda olsa, bunları konkret faktlardan izah edeyim. Deməli, Asurlar
bu Turuk bəyliyinə bata bilmirdilər. Həm də onlardan qorxurdular. Niyə? Zaman zaman Turuklar bunlara hücum eləyirdi. Yəni, Asurların nəzarətində olan canişinliklərə, hardan ki, Asurlar Balçıqaraca alırdılar, tutub, bunlar ora hücum eləyib yağmalar eləyirdilər. Bu Turuk hücumlarının, yəni Türklərin hücumlarının qarşısını almaq üçün müəyyən məntəqələrdə Asurlar gözətçilər qoyurdu. Bax, ən maraqlı o qaynaq sənətlərdən biri də odur ki, bu Asur gözətçilərinin yazdığı raportlardır. Yəni, bu raportlarda görünür ki, bu Turuklardan elə çəkinirmişlər ki, hətta ən sadə görünən bir hadisəni də o raporta yazırdılar. Görünür, gündəlik, həftəlik bu gözətçilər raport yazırmışlar. Deməli, bir kanalın Asur tərəfində olan gözətçi yazdığı raportunda deyir, bugün sakitlikdir. Amma Turuklar tərəfindən bir eşşək keçdi bu yana. Yəni, bir uzun qulağın da o kanalı üstündən də körpüzad olub, yəni bu yana keçməyini, xəbər verməyi özünə boş bilir ki, yəni bu ciddi postdur, yəni ciddi qaravulçu kimi bunu eləməlidir. Hətta bu cür detalları da oxuyanda adam görür ki, Asurlarla Turukların arasındakı bu savaşlar necə olub. Təbii ki, bu 200 il boyu hər gün savaşmayıblar, müəyyən razılaşma, barış dövrlərdə olubdu. Amma hər halda Asurlar həmişə məqam axtarıblar ki, hücum eləsinlər. Hətta Turuklar bunları biraz sıxışdıranda o qaynaqların birində var ki, Asur deməli hökümdarı Turuk zadəganlarından birinin qızını, oğlunu almaq istəyir, elçi göndərir. O elçi göndərmək üçün də qaçdaş, yəni başlıq ki deyirlər. Mətndə də elə gedir ki, yəni o nişan üzü aparmaq üçün ki, nə bilim, o bizim dildə nətər deyirlər, yəni qızın atasına qızıl gümüşdür, indi nə bilim bərbəzəkdir, nədir qız üçün aparılırsa, qız tərəfdən adətən cehiz olur, amma bu oğlan tərəfdən deyək ki, o razılıq almağa gedənlər o nəsnələri aparırlar. Hətta bu haqda da o bəlgələrdə, tabletlərdə yazılar var. Asur hökümdarlarından, şarlarından birinci Şamşi Adadın xeyli məktubları durur. Onun Şamşi Adad deməli 1813-cü ildən 1781-ci ildə hakimiyyətdə olubdur. Fikir verin, görün nə qədər il eləyir. 20 il buradan, 13 il də oradan. Haradasa aşağı yuxarı 25 il hakimiyyətdə olub. Bu oğlu İsmi Dağana məktub göndərir və məsələn həmin məktubların birində o qəfil hücum taktikasının o məktubunda yazır ki, İsmi Dağana, oğlum biz belə hazırlaşmalıyıq. Yəni Turuklar kimi hərəkət eləməliyik. Bu 6 nömrəli tabletdə gedib belə. Bir başqa tabletdə məsəl üçün belə yazılır. Turuklara aid mənə yazdığın xəbər durum dəyişdi. Bundan dolayı indiyə qədər sənə dəqiq bir xəbər verə bilmədim. Onların işinə gəlincə gerçəkləşməsi düşünülən dostluq antlaşması üçün imkan aradan qalxdı. Yantak, Luninsun, Vaternan və eyni şəkildə soylular gözləyirlər, sual verir. Yəni Yantakımdır,
Lulinsundu, Vaternandı. Bunlar görünür Turuq zadaganlarıdır. Gerçekten de bu sözleri yazdılar. Madam ki sen girovları vermek istemirsen, yarım ve yarından sonra biz oraya istediğimiz yere gideceğiz. Orası yazılsın ve bilinsin ve oraya gidilsin. Kararını da vermiş olarak bölgende hazır ol. Bu atasının oğluna yazdığı mektuptur. Ve zaten metinden bu anlaşılır ki hansısa barışık olacakmış. Ama bunların o sakladığı girovları qaytarmadıkları için o Yantak ve başka soylular deyiblər ki, madam ki siz danışığı pozursunuz, bizim girov sakladığınız adamları bırakmırsınız, onda biz öz istediğimizi eləyəcək. Yani danışıq bir növ baş tutmadı. Bu 22 nömrəli tabletin mətnidir. 69 nömrəli tabletdə belə yazılıb. Qabrada ordunun təşəkkül etməsi üzərinə İsmi Dağanı bir ordu ilə Axazım diyarına göndərdim. Bu deməli İsmi Dağanın obisi qardaşına, atasının obisi qardaşına yazdığı məktubdur. Mənə gəlincə mən də həmin şəhərə hərəkət edirəm. O bu bölgə əskərlərinin öndərlərini və onların ətrafına toplaşan Turuqları yox etdi. Bir tək kişi belə qalmadı. O gün bütün Axazım diyarı ələ keçirdi. Bu Davidum ölkənin gözünün böyükdür. Və burada bir sevin sözü yazır. Sevin. Yani bura kadar deyir ki, yani sen o birisi kardeşin Axazım şəhərini tutdu ve şadlan, sevin. Yani bunlar tutduğu hər məntəqəni böyük qələbə kimi qeyd edirdilər. Ata oğluna yazır ki, sənin qardaşın bu qəhrəmanlıq eləyib, sən də sevin. İndi bu oğluna töhmət eləyir. Burada qardaşın Davidümü öldürürkən, sən orada qadınlar arasında qalıbsan. O halda ordu ilə birlikdə Qatanuma gedəcəyin zaman ər kişi ol. Qardaşın kimi sən də 7 bölgəndə böyük adsad qazan. Bu birinci Şamşadadın deyək ki, o Əfəli oğluna yazdığı məktubdur. Bu cür qaynaqlarda Hirbazanim, sonra Tigunanim, Kötan, Yantak, İlday, Lidaya, bayaq dediyim kimi Yantak, bu cür adlar keçir. Və ən əsası da odur ki, Turuq bəyliyi, bayaq dediyim kimi, 2 əsrə yaxın Asurları Azərbaycana buraxmadı. Bir dənə də deməli mətndən bir hissəni oxuyum. Qardaşın İsmi Dağan deyir. Yəni İsmi Dağan o birisi qardaşına yazır. İsma Abduya bunu söylə. Mənə Turuqlar haqqında yazmışdın. Turuqların görünməyə başladığı gün çox məşğul olduğumdan sənə xəbər verə bilmədim. Qüvvələrimiz onları təqib etdi. Mən çox sayda düşmən öldürdüm. Çay qabardığı üçün qüvvələrimiz qarşı tərəfə keçə bilmədi. Sonra mən onları qarşı tərəfə keçirə bildim və Tigunan məmləkətinə sövq etdim. Qüvvələrimizin keçisindən sonra çayın suyu yatdı və Turuqlar da çayı gecə keçdilər. Onlar keçəndən sonra çay yenidən qabardı. Çayı tək başına keçə bilmədim. Turuqlar indi Tigunan ölkəsindədir. Onlar buraya gələndə belə dedilər. O yurduna doğru getdi. Turuqlar haqqında sənə bu məlumatıma nisbətən tam bir raport göndərəcəyəm. İndi bu mətndən nə ortalığa çıxır? Deməli, qardaşına ürəkdirək verir. Əslində məğlub olubdur. Məğlubiyyətini də belə əsaslandırır. Çay qabardı, keçə bilmədim. Çay
Qabartısı çəkiləndə keçdi bu yana, amma Turuklar da bu yana keçdi. Biz dala qaydası olduq. Yəni o məğlubiyyəti bir növ sözbazlıqla örtbasdır eləyir. Bir başqa mətn, 24 nömrəli tablet. Bunları ona görə oxuyuram ki, soydaşlarım görsün ki, bu bəlgələr var. Bunları sadəcə oxuyan lazımdır, bunlardan istifadə edən lazımdır. 24 nömrəli tabletdə. Haqqında məndən xəbər istədiyin Turuklar Tigunan diyarındadır. İlk öncə onlar aslıqla qarşılaşdıq. Hirbazan diyarına getmişdilər. Zuri kəndi, o Zuri kəndinin adı pozulubdur, bir Zuri hissəsi qalıb. İndi əvvəli nədir? Allah bilir. Filan kəndi onlarla sıx dostluq münasibəti qurub. Bununla belə kəndin bütün kişilərini öldürüb, əhalini qətl etdilər və mahallarını yağmaladılar. Bu kənd yağmalanmışdı. Turuklar bu kənddən 5 günlük ərzaq alıblar. Eynən bu kənd əhalisi kimi. Öncə dost olub, sözlərini dinlədiyi Tigunan boyları bu sərt davranış üzündən düşmən kəsildilər. Bu səbəbdən Turuklar qıtlıq içindədir və yiyəcəkləri yoxdur. Onlar hələ ki bu ölkədədir. Bu məlumatımı göndərəndən sonra onların buradan getməyə düşünəcəklərini sanırıq. Sağlığım yerindədir, biliklərimiz də yaxşıdır. Sağlığımla bağlı xəbəri gecikdirməm. Yəni bir qardaş obisinə yazır. Buradan nə hasıl olur? Yəni bunların Asurlara tabi olan Tigunan bölgəsini Turuklar gəlib tutubdu, yağmalayıblar. İndi deyir o yerli əhallara da çörək sat vermir. Bunların 5 günlük çörəyə qalıb, yeməyə qalıb. Ola bilsin ki, ərzaqları qutarandan sonra çıxıb gedəcəklər. Onda rahat nəfəs ala bilərik. Təxminən deməli, məntiqi nəticə budur. Bir başqa 21 nömrəli də mətndə deyir, düşmən Turuk çıxdı və o dalı pozulubdu, filan yerə getdi. O Kakkulatımı işğal etdi. Bu hücumdan bəri Turukların sayı çox görünmür. Ancaq arta bilər. Onlar gəlməyə davam edəcək. Yəni bu da bir xəbərdarlıq raportudur yazıb ki. Yəni bütün bu yazılarda Rauf bəy orada o mixi yazılar var, onları da göstər, bir iki kəlmə də onlardan danışım. Birinci Adad Nerardin'də yazısında Turukların adı çəkilir. Bu artıq hardasa 13-cü əsr, 14-cü əsr, 13-cü əsrdir. Yəni o əsrlərə qədər Turuklar bu ərazidə hələ yaşayırdılar. O bəxt dediyim kimi Turuk sözünü həmişə belə yazırdılar. Turukki. İndi də kitablara baxsaz elə. Hətta mənim ən hörmətini saxladığım qəbrin nurla dolsun. Yusuf müəllim də ki bu mixi yazı uzmanı idi. O da Turukki yazırdı çox. Axırı bir gün dedim, qardaş bunu niyə Turukki yazırsınız? Turukki adında axı gəlin bunun görək orijinalında nə yazılıbdır. Mən məhz o Turukki sözünü oxumaq üçün bir ay əlləşdim. Həmin o mətnlərdə Turukki sözünün yazılışına baxdım. Bu sol tərəfdə tabletlər vermişəm. 1, 2, 3, 4, 5-6 dənə tablet. Yəni hər tabletdə o Turukki sözü harda işlənib. Onun yazılış forması. Mixi hərflərlə mixi yazılış forması. Birinci Turukki. Biz bilirik 2 dənə K yanaşı gələndə ukla ki, onun biri oxunmur. Bu o əlifbanın, o yazının qaydasıdır orfoqrafisi.
Tutaq ki bunu bilmədilər, bunu Turuk oxudular. Bundan aşağıdakine bəs. Turuki, bir dənə ki var. İkinci kenardan çıxardılar, mən başa düşmürəm. 20-ci tabletdə də gene AK2 çəkiçləri gedir. Yəni 25-də də gene AK2 və axırıncısında da o 25-də də gene 25'te ve en tablette görürsünüz iki cür yazılır. Hem Turuki hem de yazılır Turuki. Yani bu Assur mirzeleri bu halkın adını dəqiq verə bilmədikləri üçün bir gah elə yazır, gah da belə. Hatta iki dənə kıyla yazmış olsa da o biri okunmamalıdır. Bu mix yazının qaydasına göre. Mesela üçün Gammata yazılır. Eğer iki dənə mı yanaşı gelirse biri okunmur. Bu mix yazı uzmanları bunu yaxşı bilirler. Eğer okunmalıdırsa ondan sonra gelen heca onu tekrar edilir ki burada bunu mütləq bir dəndəki okumak lazım. Bunu değiş. Yani bu faktı ki Turuk sözü belə yazılır, onu Turukki okumağa ihtiyaç yoktur. Hem de ki axı Turukki şeklinde de yazılıp da yani düz adamsan elə bu düz oxudur. Niye qondarman oxuyacaq? Və bu 23 nömrəli tabletdir. Yani demək istəyirəm ki, Turuklar haqqında kifayət qədər məlumat var, mənbələr var. Sadəcə bunları oxuyan lazımdır. Bunları oxuyub, sistemə salan və orada bu Turuk bəyliyinin tarixini bərpa eləmək üçün elə böyük də əziyyət lazım deyil. Mətnlər özləri orada hər şey verir. Kim kimlə vuruşdu, nə vaxt vuruşdu, hardan hücuma keçdi, haran aldı, nə qədər qırıldı, nə qədər əsir alındı, haranı yağmaladılar. Bunlar hamısı mətnlərdə var. Sadəcə milli qeyrəti olan insanlar lazımdır ki, heç olmasa dövlət hazırlanmır. Bəlkə birinin evladı savadlıdır, həvəslidir. Həvəsləndirin, qoy öyrənsinlər, bu çox çətin deyil. İnandırıram sizi, bu mətnləri oxuyub, Latın əlifbası ilə mətnləri çap eləyən olsa, o elə bilin ki, bir elmlər doktorunun işini görmüş olur. Yani bu çok xeyirli işdir, bizim tariximizdir. O ki deyirlər tariximiz haqqında yazı yoktu, belge yoktu, Türk hakkında hiç... Arkadaş yalan da mısın bunlar? Var. Okuyan yoktu. Bunu da dəyiş, zəhmət olmasa Rauf bəy. Özdə bayaq dedim ki, bunları necə oxuyurlar? Bəziləri bilərəkdən Turukki eləyir ki, Türk'dən uzaqlaşdırsın. Bəziləri də qanmır. O qanmayan bizimkilərdir. Mən hətta dərsliklərə o vaxt 92-ci ildə Turuk saldırdım bunu. Turuk bəyliydi abi. Turuk tayfaları haqqında. İndi baxıb görüm, yəni Turukki yazırlar. Bunu gəlib erməni rus eləmir, özümüzkilər eləyir də. Riem Schneider Akkad dili üzrə uzmandır, Almandır. Onun bir Akkad dili dərsliyi var. Kitabdır. Həmin kitabda o bayaq göstərdiyim 25 nömrəli lövhədən misal verir. Lidaya avilim Turuk. Bu 9-cu sətirdir. Dalca gəlir 10-cu sətir. U avilim Turukku uşa itti şu. Burada iki dənə k görürsünüz siz. Bir dənə k'dır da Turuki. Turuku. İkinci sətirdə də gene Turuku. Da bu okunar, Turuk okunar da, bu harici okuna bilmez axı. O da ikinci uki var.
bu Akkad dilinin şəkilçisidir. Yəni o hal şəkilçisi de orada olmalıdır. Ama sözün kökü Turuk'tu. Turukki değil, Turuk'tu. Ama indi gel hemen bu Remşinadır. Bu kitabında metnin yazılışını belə verir. Ama hemen cümlelerin izahına gelende gene Turukki yazır. İki tane kıyla yazır. Buna ne diyorsun? Ama bu derecede ağlama olmaz. Bunu da değişir. Rauf Bey. Deməli, bura kadar dediklerim oyla bağlıydı ki, Qut eli dağılandan sonra onun yerinde yaranan Turuk bəyliyi təxminən 2 əsr boyu Asurlarla vuruşdu və belə də tarixə düşdü. Düzdür, hətta 13-cü əsrə qədər bu Turuklardan söhbət gedir, amma da dövlət kimi yox, bəylik kimi yox, müəyyən ərazilərdə yaşayan, yəni bu həndəvərdə, Azərbaycanda yaşayan boylar kimi. Ondan sonra bunların adına rast gəlmək olmurdu. Yəni Man çağıdır, Mad çağıdır, sonraki Sasani çağı. Artıq Sasani çağında bunlar, görürük bunların adı Orta Asya'da ortalığa çıxır, həmin o Göytürklər. Yəni bu Türk tarixi 3000 il burada devam edeyim. 3000 ildən sonra da Orta Asya'dan o tərəfə. İndi buradakı tarixi öyrənmək istəmirlər. Amma Orta Asya'dakı tarixi məmnuniyyətlə ki, Türk orada ortalığa çıxır. Qardaş, bayaqdan mən qaynaq oxuyuram da. Mənbəsində göstərirəm ki, haradadır. Louvre Muzeyində Mari arxivlərinin Dostin adlı bir alimin bu çap elədirdiyi qaynaqlardır. Louvre Muzeyində bugün də var. 54-cü ildən hər il o muzeyin xəbərlərində o təkrar oluna gəlib. İndi nə qədər orada mətin çap olunurdu, mən bilmirəm. Yəni, mən o vaxt istifadə elədiyim bu qədər idi. Turuklarla bağlı. Orada ayrı qaynaqlar da var, ayrı məsələlər də var bizim tarixlə bağlı. Bura qədər danışdıqlarım deməli Turuk bəyliyinəndir. İndi keçək Kuman bəyliyinə. Kuman bəyliyi Turuklardan biraz kuzey batıdaydı. Yəni Mosuldan yuxarı, bugünkü Hakkari'də daxil olmaqla biraz aşağı. O Kuman bəyliyi də çox maraqlıdır. Keçən verilişlərimizdə mən o daş babalardan danışanda sizə bir epizodda danışdım ki, mən bu Kuman bəyliyini yazmışdım, Azər xalqı kitabında da vermişdim. Və onu Türk alimlərinə təqdim elədim ki, oxuyun. Bura Türkiyənin ərazisidir. Və bu Türkiyənin bugün ən bugün də o savaş gedən əhalidir. Yəni o PKK-larla vuruşulan gedən döyüş zonasıdır. Bu həmin ərazinin 3000 il qabaqki dedim tarixini yazmışam, oxuyun. Və bilin ki, ora qədim Türk torpağıdır. Halbuki vuruşduğunuz adamların dalında dayananlar Avrupa'da yazırlar ki, yok bunlar burada qədimdən buradadır. Türklər bura atlara minib Orta Asya'dan hoppana geldi. Siz de onu tekrar edirsiniz. Tutu kuşu kimi Avrupa alimi ne deyirsə onu tekrar edirsiniz ki, yok ya bunu olar deyib. Bizdə set düz çıxmaz. Bizim öz tariximizi öğrenmeye mənəvi haqqımız yoxdur. Bu aşağılık kompleksi hardandır mən bilmirəm. Bu Kuman bəyliyi. Yəni o qədim subarlar ki, keçən verilişimizdə danışdım, 3 yerə bölündü. Çünki güneydən Akkadlar, kuzeydən Horurlar, güneydən də Asurlar bunları sıxışdırdılar. Bunlar 3 yerə bölündülər.
İndi birazdan söhbətimizin sonunda Subarlardan danışanda bunları bir də təkrar edəcəm. Və onların yerində qalanlar Azərbaycana tərəf çəkilənlərin də bir qismi görünür bu kumanlar olubdu. Yəni çox uzağa da çəkilməyiblər. Van Gölü ilə Urmu Gölü arasında Mosuldan yuxarıdakı ərazidir. Və bu kumanlar deməli tarixi qaynaqlarda hardasa 12-ci əsrdən, hətta 13-cü əsrdən artıq xatırlanır. Həm Urartu yazılarında bunların adı keçir, həm də Asur yazılarında. Niyə? Çünki quzeydən Van tərəfdən Urartuların idi, Urartular oraları tutmuşdu. Doğudan və güneydən də Asurlar idi, bunların qonşusu. Asurların bunlarla da uzun müddət savaşları oldu, amma bunlar dağlıq bölgədə yaşadıkları üçün, çünki o Hakkari'nin təbiətinə kim baxsa, xəritədə görər. Böyük dağ zonasıdır və orada əsasən heyvandarlıqdır, orada əkin biçim də olmur. Bu kumanlar haqqında danışmamışdan öncə bir arayış verim. Ümumiyyətlə, kuman məşhur türk boylarından biridir. Daha son əsrlərə qədər bunlar tarixdə adını yaşatmış boydu. Və o birisi türk boylarından bəzi adətlərinə görə də fərqlənir. Bu adətlərindən biri də daşbaba gələnəyidir. Və bu daşbabalardan mən keçən verilişlərimizdə danışdığım üçün də onu burada təkrar eləmirəm. İkinci bir özəllik, bunların deməli, it kultu demək olmaz. Amma bunların deməli içində şəxs adlarında it sözü çox kullanılır. Bu da görünür bir inançla bağlıdır. Yəni, uşaq doğulanda ona itlə bağlı bir ad verirlər ki, o kötü ruhlar gəlib bunu incitməsin və yaxud bu uşaq bu pis adla yaşaya bilsin. Yəni, buna xətər dəyməsin. Güya o xətər gətirən cindir, nədir, o düşüncəyə görə uşağa xətər toxundura bilər, ona görə onu anlatmaq üçün buna bir it adı verirlər. Ona görə sonraki kumanlarda çox qəribədir. Hətta o Rusiya çöllərində olarkən fikir verin, mən onlardan bir neçəsinin adını oxuyum. Deməli, Koryaz, çox güman ki, bu xoruz sözüdür. Rusça Koryaz verildi. Burçı, Begbars, Koçi, Yaroslan Apa, Başkort. İndi bu birisine fikir verin. İtogli, Rus qaynağında yazıb İtogli. İtlər, Bonyak, yəni bizim bənək sözümüzdür. Ruslar onu Bonyak şəklində yazılan məşhur Kuman xanıdır. Çox qüdrətli xanlardan biri olub Bonyak. Konçak, bizim qancıq sözümüzdür. Amma bu da ayrı bir Kuman boyunun yenə böyüklərindən olub. Barak, bu da yenə itlə bağlı bir ad. Yəni bu, hətta o məşhur kumanlarda da bu cür adların işlənməyə biraz qəribədir. Bunu mən ancaq belə yoza bildim ki, o qədim inanışla bağlıdır. Çünki bu cür inanış bəzi Türk tayfalarında hələ də yaşayır. Yəni uşaq doğulanda
onu kötü ruhlardan korumak için o cür ad verirler. Deməli, belə bir özelliği var bu kumanlar. İndi bu kumanlar o Subar toplumu dağılandan sonra ki müxtəlif istiqamətlərə dağıldı. Bu kumanların bir hissəsi də batıya getdi. Və bugünkü Malatya ərazisi də bir dönəm Kumanya adlandı. Deməli, eyni çağda həm bu Kuman var, həm də Malatya'da, Anadolu'dakı Kumanya var. Ona göre Ptolemeydi ya antik coğrafyaçıların hansıca dəqiq hatırlamıram. O özel olarak qeyd edilir. Birinci Kumanya, ikinci Kumanya. Ve bu cür Kumanyalar sonraki çağlarda Kuzey Kafkas'da da yarandı. Yani Derbent'ten tutmuş Rusya çöllerine kadar Büyük Kumanya adlanıp bir müddet. Hatta Derbent Kuman kapıları adlanıp. Ve Qıpçaq çölü ki var, deməli Azov dənizindən tutmuş da Çin səddinə qədər. O zolaqda Qıpçaq çölündə bu kumanlar həmişə at oynadı. Əslində bu kumanlarla Qıpçaqlar fərqli deyil, eyni boylardı. Bir mənbədə bir də varsan Qıpçaq yazır, həmin adamlardan danışanda o birisi mənbə bunları kuman kimi verir. Və Rus qaynaqlarda bunlara palavets deyirlər. Palavçı. Və bu Rus dilində Rusların bunları palavets adlandırmasını alimlər belə yazırlar ki, bu sarı deməkdir. Yəni, bunların bir adı da yəqin ki sarılardır. Bugün Türkmen boyları içerisinde Sarık boyları var. Azerbaycan'da var Sarıcalılar. Yani Sarıca. Sarıcalılar ne kadar kentler var. Yani bunlar çok güman ki o sarı sözüyle bağlıdır. Çünkü madem ki Ruslar bunlara palaves deyir o anlamda. Hem de bizim axı öz dilimizde de ku sözü renklə bağlıdır. Düzdür, Altayda olan kumandı kişini ku kişi kimi verirlər. Yani lebet kimi tercüme edirlər. Yani ku kuşu kimi. Ama buradaki bu kumanlar olabilir ki o sarı ku sözünün qədimdə sarı bildirdiği yani ağbəniz anlamında bir söz kimi işlənsin. Bu həm də ona görə maraqlıdır ki, deməli, qutlardan danışan Akkad yazarları qutları həm də deməli, sarışın renkli insanlar olduqlarını yazırdılar. Yəni, bu qutların, subarların bir bölümüdür ki, ola bilər, mən tam əminliklə demirəm ki, bu versiya düzdür, o bir versiya. Amma alimlər deyiblər, irəli sürüblər və bu yorumun əlbəttə yaşamaq haqqı var. İndi gələcəkdə ola bilər ki, bunu inkar eləyən olsun və yaxud bunu daha da dərinləşdirən olsun, o ayrı məsələdir. Demək istədiyim ki, odur ki, bu kumanların bir əlaməti də özəlliyi, biri o it adlarını çox işlətməkləridir. Biri Daşbaba gələneğidir ki, bu Daşbaba gələneğini buradan daha dünyanın hər yerinə demək olar ki, daşıyıblar. Yəni, bu Güney Azərbaycanda da işlənib, Kuzeydə də, Kuzey Qafqaz, Rusiya çöllərində də Altaya qədər. Yəni, bu kumanlar harda varsa orada həmin o Daşbaba və ən çoxu da daş nənələr. Daş nənələr, kuman boyları olan yerdə çoxdur. Bunların bir özəlliyi də, deməli, bunlar Hristiyanlıq yarananda, bunlar Hristiyanlığın əksəriyyəti, əksər kumanlar Hristiyanlığı qəbul elədilər.
Hristiyanlığı qəbul edən Azərbaycanda və Anadolu'da Türk boyları çox idi. Amma onların xeyli hissəsi sonradan İslamı qəbul elədi. Amma bu kumanların çoxu elə Hristiyanlıqda qaldı. Və bunlar Rusiya çöllərində elə Hristiyan Türklər kimi yaşayırdılar. Hətta Avropanın içinə qədər. Və o dövrdə kumanlar o Qıpçaq çölündə at oynatdıkları üçün bunlara bütün ticarət yolları bunların nəzarətində olduqları üçün Avropada kuman dilini öyrənməyə böyük bir həvəs yaranmışdı. Və o Codex Cumanicus deyilən abidə məhz bunlar üçün yaranmışdı ki, bunların dilini öyrənsinlər. Codex Cumanicus, yəni Kuman dilinin bir növ qrameri, nə bilim, lüğətdə biləm. Kuman dilini öyrənmək üçün. Yəni bunlara ehtiyac var idi. Əlbəttə, Kuman bəylərinin sonraki taleyləri, yəni o 10, 11, 12, 13-cü əsr, yəni Monqollar gələnə qədər bunlar orada at oynadıblar. Monqollar gələndən sonra da bunlar bir növ səhnədən çəkildilər. Monqollar bunları da əsarət altına aldı. Amma kumanlarla Rusların, yəni Güney Doğu Avropada Rus knyazları ilə Kuman bəylərin arasındakı ilişkilər çox maraqlıydı. Yəni ki, bir Rus knyazı o birisi knyazlığa hücum eləmək istəyir. Gəlib Kuman bəyindən dəstək istəyirdi, kömək istəyirdi. Bir müddət sonra bir də baxsın, o birisi yenə Kuman bəyindən arxalanıb, gedib o birisi Rusiya bölgəsini zəbt edirdi. Və bu hadisələri qələmə alan qədim Rus qaynaqları çox maraqlı etnoqrafik, tarixi və milli məsələləri orada qələmə alıblar. Bir epizodu deyim, qaynaq bu qədim kumanlara. O bəy adını çəkdiyim Banyak, yəni Bənək bəy, o çox qüdrətli bir xan idi. Bir Rus knyazı bu ilə razılaşır ki, birlikdə gedib başqa bir Rus knyazının ərazisini almaq lazımdır. O Rus knyazı ilə müharibəyə girmək lazım. Bunu qələmə alıblar. O Banyak bəylə razılaşanın dilindən yazılıbdır bu qaynaq. Qədim Rus, qədim Slav dilində yazılıb. Yazır ki, biz axşam çadır qurduq çöldə, getdik çadırda yataq ki, səhər durub gedək savaşa, müharibəyə. Bir də baxdım, deyir, bu yatmaq ərəfəsində Bənək bəy çadırdan çıxdı. Deyir, düzü mən də maraqlandım, bunun dalınca çıxdım. Deyir, gördüm, bu çəkildi o çölün bir tərəfinə. Mən də deyir, uzaqdan buna baxıram. Bu başladı qurt kimi ulamağa. Yəni, bozqurt kimi başladı bir neçə dəfə ulamağa. Sonra uzaqdan, səhradan qurt səsləri gəldi, uladılar. Da gördüm, bu qayıdı, deyir, mən də qayıtdım içəri. Bu çadıra girəndə dedi ki, yaxşı olacaq, sabah biz qalib gələcəyik. Deyir, soruşdum, nədən bildin? Deyir, qurtla xəbərləşdim. Qurt xəbər verdi ki, sabah biz qalib gələcəyik. Yəni, qədim Türk inanışındakı o deyirlər, bozqurt bizim uranımızdır. Bax, həmin bu məsələlərdir ki, qədim Rus-Slav dilində bu epizod qələmə alınıbdır. Və bu, yenə bayaq dediyim kimi, Kuman bəylərlə bağlıdır. Və Kumanların böyük bir hissəsini o vaxt Gürcü knyazları gətirib Gürcüstanda yerləşdirdilər. Tiflisdə ətrafında həmin kumanlar artıq oturdular və Gürcü sarayları demək olar ki, artıq
kumanların əlində idi. İndi gələk bu qədim kumanlara. Rauf bəy, araya çıxa bilərik bu qədim kumanlara keçməmişdən bir 5-10 dəqiqə aralaq, sonra söhbətimizi davam elətdirək. 2010-cu ilin 12-13 iyununda təsis qurultayı keçirilən Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi növbəti qurultayına hazırlaşır. Cəbhənin təşkilat komitəsindən verilən məlumata görə Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin nizamnaməsinə uyğun olaraq ikinci qurultay 2012-ci ilin yanvar ayının 6-sı, 7-si, 8-də Almaniyanın Köln şəhərində yerləşən Youth Hostel gənclər evində baş tutacaq. Azərbaycan sən mənim Azərbaycan sən mənim ülviyyətim, şan şöhrətim, adım mənim öz adımdır, sənsiz mənim nə qiymətim. Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin növbəti qurultayını təşkil edən Təşkilat Komitəsi bütün dünyada olan Azərbaycan türklərini fərdi və ya təşkilat olaraq bu qurultaya dəvət edir. Qurultayda iştirakınızdan məmnun olarıq. Hörmətlə, Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin ikinci qurultayının Təşkilat Komitəsi.